Yepyeni Free videosu ile karşınızdayım dostlar. Necəsiz, sağolunuz, əhvalınız? Bugün sizlerle yeni bir video ile karşınızdayım. Bugünün demezden evvel sen xahişim var, abone olun, like atın, bildirim zilini açın. Yani videomu da beğenin. 2K az qalmışıq. Yəni 1800 abunə. Qıraqda az bir hədəf qaldı. Dəstək versəz yaxşı olar. Bir də ki bu video proxy server videosu. Necə qurulur hamısı bu videoda. Yəni buradan nə istəsəz eləmək olur, hədiyyə atmaq. Yəni çox az gəlib deyirsiniz ki yorumlarda. Qaqa hədiyyə atmaq olursa, qaqa olur, amma ki normal hesablar olur. Elə bil ki o da proxy server ola gerek. Bugün sizlerle sübut üçün elmaza xərcləyəcəyik. Bir də ki edit yarışmasını, yəni bir gün içində istənilən baxış gəlmədi deyə 500 baxış. Ona görə də çap şəklində olacaqdı. Ən qəşəng editləri, yəni bomba kimi hazırlandı stabil sözlə. Əgər 500 izlənsəydi bir gün içində həmin edit video kanalda olur. Özüm çəkəsiydim. Baxın elmas qaşlayacaq. Qəşəng bir şey tək atdıq sumkaya. Sürətlə elədim, təbriklər. İndi isə buradan neye Lord of Uyda kızın üstünden tepkişdi. Onsuz da hiç istemiyormuşdu biz yani sizler için. Yani elə belə fırlayır. Böyle video axıra kim baxın, yani videoda saytın kodu hamısını size göstereceğim. Video axıra kim baxın, videonun üstündədir. Ona görə də video axıra kim baxın. Gördünüz ya. Şimdi kasa bölümüne geçecek. Kasa bölümü bu şekildedir. Yani göstermeye ihtiyaç yoktur tam şekilde. Yani belə istədiyimiz hər şey var. İfadeler, tutuş, bütün hər şey edemiyorlar. Full hesap, 100 seviye. 101'e biraz kaldı. Koko, bu değil hesap demiyorlar. Adam belə hesabla kef eləyir. Keşlik qurdum şəklində. Hazırla pəngiyyəti, yəni mən kanalıma daxil olursunuz. Burada aşağıda YouTube sözü var. Bu şəkildə. X9 Regimet Shop. Bura abunə olursunuz, bildirim zilini açırsınız. Mütləq. Əgər istəyirsə bildirim zilini mütləq açın. Çünki hilə şey yarasın. Neysə. Buradan bir dənə linkə basırıq, göy linkə. Link açıldı. Sonra burada sayt. Başta sarı olan birinci gelen VP Proxy server. Buna bir dəfə klikləyirik, gözləyirik. Yəni axıra kimi baxın, ötürmədən baxın, başa düşəsiniz. Gəlib yorumda sonra belə deyin, link hardadır. Yəni link hər şeyi göstərir. Burada videonun içində. Sonra burada bir dənə fayl gəlir, text box'un. Gözləyin. Sonra burada bağlantını kopyalamalısınız. Üstüne basıp kopyalayırsınız. Üstüne basanda kopyalayırsınız. Sonra Play Store'a daxil olun. Uygulamaya aça basanda. Buradan yüklüyürük text box'u. Bulut alanı. Yani buradan ilk dəfə nəsə fayl yükləyəndə geniş yüklənə bilər. Əgər sizdə məndə kimi olmursa, siz orada reklam bölümü gələcəkdir. Reklam izləyə, yəni yükləməni sürətləndirə bilərsiniz. Burada bir dənə yükləsin tez. Ay sürən sırası gəldi. Neyse yükləndi. Yüklendikten sonra program ekrandadır, yani görüntü
dəqiqə. Ha, proqrama daxil olursunuz bir dəfə. Gözləyirik. Ha, açıldı. Buradan Facebook'la da giriş edə bilərsiniz, Google'la, yəni hesablarınızın boş hesab seçə bilərsiniz, dolu hesablar. Facebook'da ola bilər, Google'da. Mən indi buradan bir dənə hesab seçəcəm, sizdə çox azad. Dostlar, seçdim. Buradan hər şey göydə açıqdır. Buradan bunu basaraq, yəni izin ver deyir. İzin verinə keçirik. Göz, ha, keçdik. Buradan bunu açdıq. Ha, onu diyeyim ki bir də. Ha, buradan linkli kopyaladı. Bu edit yarışmasının cavabları nə vaxt açıqlanır? 2K'da 2K'da cavablar açıqlanır. Yəni uduzsaz, yəni pis olmuyor. Niyə ki? Çünki niyə uduzdunuz, pis olursunuz. Kanalınıza həm orada göstərəcəm, tepki kimi verəcəm videoma. Ən maraqlı olacaq da, yəni ki. Videoları da kanala atdıqdan sonra videoları silməyin. Axırda da şartlanacaqdır. Görək kim qazanacaq. 3-cü yerə kimidir. Ümid edirəm ki, yəni elmazı qazanmadınız deyə, yəni pis olmuyor. Cənab var, sonra 9 player var, Hüseyin var, FFC. Bir də ki, başqa qaqalar var, kimi deyim, Ramo var, bir də hamımız da baxışın. Qaqa, baxıram editlərə, çox uz əla eləmişsiniz, çox uzdaki şablondur, şablonu elə bilib eləmişsiniz. Qoymuşsunuz videonun üstünə, şəklin qoymuşsunuz, yox. Süni intellekt zat. Belə maraq gəlmir də. Proje eləyəsiniz ki, adama maraqlı gələr. Nəsə bu yükləndi. Belki X9 Regime Shop adlı bir YouTube kanalımız var, yəni başda sizə göstərmişdim. Bu kanala mütləq abunə olun ki, yəni VP proxy server işləsin. Buradan bunu basıb yükləyə basırım. Yəni burada Max Free File Max'ı telefonunuzda varsa mütləq silməlisiniz, onu deyim. Yəni Free File Max varsa mütləq silin. Free File'ın normalını yıkın. Çünki Free File Max proxy. O olsa işləyəsidir. Misafir girin, çalışın. Yəni hesabınız takım banına gedə bilər. Hesab bana getməz, amma bir də takım banına görə, yəni istəmişsə takım banına görə misafir edin. Nəsə, buradan gəldi Free File Max. Daxil olur. Video səhər şəkilləri, səsim biləcək. Arena. Ha, açıldı. Burada azca bir, yəni kiçik bir alana yüklənəcək şeylər var. Bunları eləyirəm və axırda da göstərəcəyim şeylər var. Video axıra kimi baxın. Yəni telefonda açmırsa qaqa deməyin proxy server işləmir. Telefonunuz zəifdir ya da ki telefonunuz həm failləri dəstəkləyə bilmir, də aça bilmir. Baxın, açdı. Gözləyin. Ola bir FPS, aha 25 FPS açılır. Buradan bir dəfə misafiri seçirik, gitə basırıq. Bura basdıqdan sonra yani failləri gəldi. Bu klasörü kullan. İzin ver. Gözləyirik. Məndə ad istəməyəcəkdi ki, əlbəttə. Çünki mən bir dəfə keçmişəm köhnə failinə. Ha, belə bir şey gəldi.
başqa telefondan bu eləyə bilərsiniz ya da ki ekran SNS deyirsiniz, SS screenshot da qısaca Azərbaycan dilində. Bunu buradan kopyalayırıq. Bir dəfə, iki dəfə gəlmədi, bir dəqiqə kopyalayayım. Kopyaladım, mən bir dənə kopyalayayım. Öz kodunuzla keçin. İndi buradan kopyaladıktan sonra bildiyimiz Google var, hamının bildiyi. Buradan Google'u giririk. Qıraqda Google kamera var da, lens, səs yeri bölümündə. Mən ona bastım sürətli bir şəkildə, çünki şəkillər zat olduğuna görə. Buradan web saytə basırıq, ID-ni kopyaladıktan sonra. Sonra bura belə bir cür olur, yəni reklam gəlir. Bura basırıq, Discord-a daxil olunan login etdilədir. Context Sport. Basıb çıxırıq çoxlu. Çünki reklamlar mane olur da. İndi bir dənə video baxan bilirsiniz. Deyək gəldi, ID-ni yazma yeri. Bir dənə çıxırıq, həmin yazı yerinə basırıq, ID-ni daxil eləmə yerinə. Açıldı. Buradan baxın, yenə reklam gəldi. Yenə gələn kimi çıxır. Buradan yapışdırırıq, üstünə basır. Bilmirsə, başqa bir yerə yazın, sonra yazın onu. Sürətli şəkildə. Buradan basırıq, bir də çıxırıq. Yəni reklamlar ömrümüzə yeritdir başa. Buradan ötürürük. Rəqəm Metshop'a mütləq abunə olun, çünki olmasa işləyəsiz. Buranı da 100 abunə elədikdə orada videolar gələcəkdir. Həm də ki bu nətər deyim, o birisi kanalda elədiyim ödül videolarından bu o birisi kanalda deyəcəm, Rəqəm Metshop'da. Burada nə oldu buna bir deyildim. Danışa bilmirəm, səhərə bir şəkil. Açıldı. Yəni burada təbriklər gəldi, akses. Daxil oluruq bir paliyana, daxil oluq qısaca. Olduqdan sonra yəni oyun açıldı, kombinimiz var buradadır, bir an bura baxın. Bax. Yəni girib burada editləri eləyə bilərsiniz. Bütün ifadələr var. Yəni kombinimi də burada qurmuşam, tam olmasa da şalvar zat fərqlidir. Yəni burada istədiyiniz hər şey olur, takımdan da qoşula bilirsiniz. Yəni takım diye bir şey değil mi? Her şey. Kostümler zaten her şey görünür. Oyun oynamayacağım ya. Oyun oynamak olur. Bak. Yəni qaqa, mənə dəstək üçün abunə olun, like atın. Bir də ki, Rəqəm Metshop'un bildirim zilini açın. Hər iki kanala abunə olun. Yəni bunlara abunə olmadıqda link işləməyə bilər. Videomuz bu qədərdir. Abunə olub like atmağı unutmayın. Sevilirsiniz. Sağ olun, özünüzə yaxşı baxın.